Məhəmmədov Fərid Oqtayoğlu, Cəlilabad rayonu Calı kənd sakini. Mən bu günləri Cəlilabad rayon mərkəzi xəstəxanasına xəstəmi apararaq, ondan bir neçə gün qabaqda xəstəni uyuz müayinəsinə və qan analizləri üçün növbəyə yazdırmışam və xidmət göstərilir. Lakin bu günləri uyuz növbədə olduğuma görə bu günləri getdim xəstəxanaya, xəstəmi apardım. Mənə bildirdilər ki, digər qurumdan göndərilən şəxslər tibbi müayinədən keçirilir, sizə yer olmayacaq. Mənim də xəstəmin müayinəsi çox önəmli bir müayinədir ki, yəni bu keçməlidir. Və orada dəfələrlə soruşuram ki, yəni bu xidmət digər quruma yönləndirilsin. Yəni əgər xidmət göstərilmirsə, yəni bizim də xəstəmiz müayinədən keçməsi önəmlidir. Lakin bugünkü gün nə mənim xəstəmin uyuz müayinəsi təmin olunur, nə də ki qan analizinin verilməsi təmin olunur. Deyirlər ki, aparatlar işləmir. Sistemdə problem var. Fakt yəni eşidirəm ki, generatorlar işləyir, dayanır. Demək olar ki, bu generatorların da gücü çatmır xəstəxananı təmin eləmək. Gör nə gündədir ki, Cəlilabad rayonunda səhiyyə sistemi vətəndaşlara xidmət göstərə bilmir. Biabırçılıq günündədir. Aidiyyatı qurumlardan xahiş edirəm, mənim xəstəmin uyuz müayinəsindən keçməsini və qan analizlərinin təmin olunmasını, köməkli göstərməsini xahiş edirəm. Bu səhiyyə ocağı nəyə xidmət edir bilinmir. İnsanlar da yəni iynə atsan yerə tökülür, yəni düşməz də. İnsanlar o qədər çoxdur ki, xəstəxanada xidmət göstərilə bilmir. Demək olar ki, biabırçılıq vəziyyətdir. Biz hara müraciət eləyək, bir vətəndaş olaraq bilmirik bu sahədə. Xahiş edirik aidiyyatı qurumlardan bu məsələ ilə bağlı lazımi ölçü götürülməsində köməkli göstərsin. Bizim də xəstəmizin müayinəsi ilə bağlı köməkli göstərilsin.